Salam dəyərli səhifə izləyicilərimiz, hər birini salamlayıram. Bugün sizlərə təqdim etdiyim layihə 18-8-ə daşma tipli hovuz layihəsidir. Hansı ki kanalı biz gizli daşma ilə nəzərdə tutduq və çox da gözəl görünüş verdi. Hal-hazırda gördüyünüz zona həm uşaqların əyləncəsi üçün zonadır, həmçində şezlonqları qoymaq üçün nəzərdə tutmuşduq. Bu gördüyünüz basamaqlar isə içərisində fəvvarələr yerləşdirmişik. Çox gözəl füsunkar görünüş verir. Hovuzumuzun ümumi ərazisinə üzmə zonasına daxil olmaq üçün pilləkənlər nəzərdə tutmuşuq. Hovuzun içərisində 60-ın 30-a İspan porselendən istifadə etdik. Yarpaq görünüşlü dekor porselendən olduğuna görə çox gözəl bir görünüş verdi. Gördüyünüz kimi hal-hazırda həyətə ümumi olaraq gizli daşmanın da verdiyi üstünlük sayəsində çox gözəl vizual göl effekti verir. 1, 2, 3. Sometimes I feel low.